Əslində bilirsiniz, mübariz qurbanını deyir, amma millət vəkili ifadəsini işlətməliyik. Millət vəkili, yəni qanunverici orqanın üzvü, yəni qanunların təşəbbüs göstərən və buna səs verən adam. Belə insanlar ümumiyyətlə belə təklifləri verəndə o mexanizmləri düşünməlidirlər. Onun tutaq ki, hansısa məsələni qaldırırsa, o məsələnin müəyyən olunması mexanizmini, onun milli mənəvi dəyərlərə təsiri, onun cəmiyyətdə qaldıracağı məsələlər. Yəni bilirsiniz, mən çox pişməmiş, çox dilettant, çox həvəskar səviyyəsində söz xətrinə söz kimi qiymətləndirirəm. Çünki nə hüquqi, nə siyasi, nə tutaq indi əmək məcəlləsi və yaxud da indi siz dedik, doğru qeyd edəcək, o məhkəmə necə müəyyən olunacaq və yaxud da hansı qadın gedib ərini məhkəməyə verəcək ki, bu məni işləməyə qoymur və yaxud da ki, tutaq ki, verdi məhkəməyə, o ailənin sonraki, belə deyək də, münasibətlər sistemi hansı formada olacaq, hamısını qoydum qırağa. Bu dəqiqə Azərbaycanda neçə faiz kişi qalıb ki, qadına icazə vermir işləməsin. Zaten sosial vəziyyət hamımıza bəllidir və bu dəqiqə həm ər, həm qadın işləməlidir ki, ailə davam eləsin. Və bilirsiniz, çox hələ bu üzdən yanaşmadı. İndi istəsəz biz dərinliyə gedərik. Məsəl üçün, kişi maaş alır, kişinin maaşından həm özündən vergilər tutulur, həm də işverəndən. Haradasa orta hesabla kişinin aldığı maaşın, ümumiyyətlə bir əməkçinin, işçinin aldığı maaşından səhv eləmirəmsə 30%-ə yaxın dövlət vergilər tutur. Yəni, üstə gəl də bunu bir 10%, 15% qadına görə tutsa, bu evə nə girəcək? Bu qadına da deyəcək, qadın da tutaq 25 yaşı var, deyəcək ki, 40 il gözləsən, ərindən tutduğumuz o maaşdan 65 yaşına çatanda sənə belə deyək, pensiya verəcək və bu 65 yaşına qədər necə geçsin, yaşasın, nə yesin, nə içsin, necə dolansın. Və mən düşünürəm ki, bu qadınların əmək prosesinə cəlb olunması, ictimai siyasi əmək bazarında fəaliyyətin artırılması filan, bunlar yaxşı təşəbbüslərdir. Amma bunun real atılmalı olan addımları var. Bu deyil. Ər icazə vermirsə, yəni bu bilirsiniz, biraz elə bilin, o yas məclislərində və toy məclislərində qeybət xarakterli oturub müzakirə eləyirlər. O, üzr istəyirəm yenə ifadəmə görə bu müəllim buddaşı. Yəni bu qədər illər təcrübəsi olan adamın durub belə danışması biraz sözün düzü həm utanc vericidir, həm də acınacaqlıdır ki, baxın vəziyyət hansı həddədir ki, millət vəkili görün hansı məsələni deyir və deyir ki, bunu qanunvericilikdə təsbit edir. Adama deyirlər, yaz gətir görək nə yazacaqsan, necə yazacaqsan bunu, harasını yazacaqsan.